100% saturasiya vəziyyəti sulama deyil. Burada torpaqda suyun süzüldükdən sonraki maksimum su tütmə faizi var. Yəni 1.3 torpaqdırsa, sıxlığıdırsa, bu 33%'dir. Yəni həmin sıxlıq 33%'dir. Buradan da torpaq zəkindəki kimi optimallığı çıxartmaq üçün tutaq ki 510 qram yox, 310 qram su ilə bitki torpaq tam doyur. Məsamələri yox, materialın islanması. Torpaq materialının islanması, orada torpağın absorbasiya qabiliyyəti, su tutum qabiliyyəti diqqətə alınır və 330 qram, 33%, 330 qram su ilə həmin torpağın 1 litri islana bilir, belə deyək. Həmin vaxtı əlavə sulama, indi həmin torpağı deyək ki, sulamaq istəyirik. 1 litr torpağı sulamaq üçün 330 qram su verməliyik. Doğru deyil bu. Əlavə drenaj verməlisən. Əlavə drenaj üçün 33-ü vurmalısan 0.2-yə. Hər neçə eləyirsə, 33-ün üstünə gəlməlisən. Və yaxud da 33-ü vurmalısan birbaşa 1.2-yə, tapmalısan ki, misal üçün 39%. Yəni, torpaqdakı mineralların optimal mənimsənilməsi üçün, optimal mənimsənilməsini istəyiriksə əgər, o zaman hər 1 litr həcm üçün torpağa 390 qram su verilməlidir. 330 qramını bitki içəcək, torpaq nəmliyini qoruyacaq, əlavə olaraq 60 qram isə drenaj olacaq. Yəni nə? Natriumun torpaqdan yuyulmasına mı xidmət eləyəcək? Ümumiyyətlə, torpaqda suda həll olan elementlərin, artıq elementlərin, bitkinin mənimsəyə bilməyəcəyi elementlərin torpaqdan yuyulub getməsinə xidmət edir. İndi qaldı ki, hər ağacda neçə litr həcmdə torpaq sulanmalıdır. Yəni, onu hesablamaq üçün, dediyim kimi, bir damlatıcı, bir drip 25 litr həcmində torpağı sulamalıdır. Yəni, bu da o deməkdir ki, 25 litr su verəsən yox. 1.3 sıxlığında bir torpaqdan söhbət gedirsə, 390 qram 1 litrə su lazımdır. 20% drenajla bir yerdə. O halda 390 qramı 25 litrə vururuq. Bu da eləyir 9 litr. 9 litr yarım, 9 litr nə qədər? Yəni, ümumiyyətlə, saturasiya cədvəlinə diqqət eləsəz, bir ağacın, bir damlatıcının minimum su təmin etmə məcburiyyəti 4.8 litrdir. Maksimum su təmin etmə məcburiyyəti 14 litr yarımdır. Yəni 14 litr yarım yoxsa 15 litr yarımdır. Yəni oradan saturasiya cədvəlindən onu tapa bilərsiniz. Yəni sözüm nədir? Burada məsələn mən fiziki şəkildə də orada ellipsoidu, məsələn deyək ki, damlatıcının 1 litrlik su ilə bu sıxlığa görə hesablamadır. Bu sıxlığa görə hesablama yoxdursa əlüzdə, analiz yoxdursa əlüzdə, ümumiyyətlə heç bir şey yoxdursa əlüzdə, bu halda da hesablama şəkli var. Torpağın üstündə bir nəlbəki formasında bir torpaqda bir çuxur hazırlanır, dayaz. 1 sm dərinliyində bir çuxur hazırlanır. Həmin çuxura 1 litr su tökülür. O 1 litr su yarım saatdan sonra və yaxud süzüldükdən sonra, fərqi yoxdur. O çuxurun içində su süzülüb qutardıqdan sonra torpaqda kəsim aparılır. Yandan kəsim aparılır. O suyun torpağın daxilindəki formasına, torpaqdakı suyun ləkəsinə diqqət edilir. Orada indi kürə şəklində ola bilər. Kürə şəklindədirsə həmin həcmi hesablamaq üçün 3/4 pi vurulsun A-nın kubu. Yəni həmin o kürənin diametri. Diametrinin kubu vurulsun 3/4 pi. Bu kürənin həcmi deməkdir. Ellipsoiddirsə əgər, tutaq ki, bu şəkildə yayılıbsa torpağa və yaxud bu şəkildə yayılıbsa torpağa, o halda da orada yenə 3/4 pi vurulsun ellipsinin 3 ölçüsünün hasili. Yəni orada kürə deyil, indi 3 dənə fərqli ölçü var. 3 ölçünün hasili ilə həmin həcmi tapıb, həmin həcmi də 25-ə vurub, nə qədər ərazini suladığınızı öyrənə bilərsiniz və o 25 vurandan sonra da deyək ki, torpaq sıxlığına görə tutaq ki, 1.3-dürsə və yaxud 1.6-dır deyək ki. Onda məsəl üçün 1.6-dırsa 25-i vuracaqsınız tapdığınız rəqəmə və yaxud belə deyək də, yəni hesablama şəkli bəsitdir də, yəni orada 7-8 litr su əldə olunacaq. Belə, indi qaldı ki, burada nə cavablandırılmayan, nə sual qaldı. Sulamanın miqdarı bəlli oldu. Yəni bir damlatıcı 25 litr həcmdə bir torpağı sulamalıdır və bu 25 litr həcmdə torpaq da necə sulanmalıdır, hansı miqdarda su ilə 25 litr
torpaq həcmi sulanmalıdır. Onu hesabladınız. Torpağın sıxlığına görə su tutma qabiliyyəti saturasiya cədvəlindən çıxartdınız, tapdınız və s. və ilə. Hə, indi qaldı ki, sulamanın intervalı. Yəni mən bu suyu suladım. Sulayandan sonra növbəti sulamam nə zaman olmalıdır? Nə zaman ikinci suyu verməliyəm ağaca? Bu təminat qaldı. Bu sualın cavabı budur. Əgər bir ağac üçün 75 litr həcmində torpaq sulanırsa, 75 litr həcmində bir ağacın kök ortamında 75 litr həcmində torpağa su təmin olunursa, bu günlük norma sayılır. Yəni o ağacın həmin gün üçün ikinci bir sulanmaya ehtiyacı yoxdur. Yox, əgər siz bir ağac üçün tutaq ki 50 litr həcmində torpaq sulamısınızsa, həmin gün üçün ikinci 50 litri o deməkdir ki, məsələn 25 litri necə hesabladıq? Onu da o şəkildə hesablayırsınız. 50 litr həcmində torpaq sulanıbsa, o halda sizin o bağda həmin gün üçün ikinci bir sulamaya ehtiyacınız var. Əgər ikinci bir sulamanı təmin edəcəksinizsə, torpağınızın isisi, pH-ı, verilən mineralların sürətli mənimsənilməsi, filanı bəsməkanı, bunlar hamısı qaydasında olacaq. Yox, ikinci bir sulamanı təmin etməyəcəksinizsə, o torpaqda zamanla pH və isi o həddə qalxacaq ki, verdiyiniz mineralların da heç biri mənimsənilməyəcək həddə olacaq. Yəni boşu-boşuna bundan sonraki gübrələmələrin əksəriyyəti, yəni az sulamanın üstündən verilən gübrələmənin heç biri bitkiyə mineral daşımır. Yəni o verilən gübrələmələr boşu-boşuna torpaqda, torpağın nəmi ilə müəyyən yüksək pH-da müəyyən bir reaksiyalarla torpaqda tutulmalara, daşlaşmaya, çay daşlarının əmələ gəlməsinə xidmət eləyəcək. Yəni belə. Yəni mümkün şəkildə gübrə ilə su balansını düzgün bir şəkildə başa düşün və onlar bərabər bir şəkildə tam bir-birini tamamlayacaq bir şəkildə təmin edilməyəcəksə, su mənimsəniləcək, mineral qalacaq. O su da bitkidə müəyyən bir sıxıntılara səbəb olacaq. Çünki o suyun həmin o verdiyiniz çox mineralla, yəni suya nisbətən, məsələn 1 litr su ilə tutaq ki 1 qram gübrə verməliydiniz. 1 litr su ilə 2 qram 1 qram gübrə verməlisiniz. İndi yarım litr su veribsiniz, bu litrə 2 qram gübrə düşür. Həmin suyun dadı həddən artıq acı olduğu üçün və bitkidə müəyyən sıxıntılara səbəb olacaq. Eyni zamanda qət, ranşiyə, stres vəziyyəti yaradır bitkidə. Eyni zamanda müəyyən xəstəliklərin də yaranmasına səbəb olacaq. Yox, əgər 1 qram gübrə, misal atıram da, 1 qram gübrə vermişsinizsə, onun da tələb olunan miqdarı, onun da mənimsənilməsi üçün uyğun olan miqdar 1 litr sudursa, siz onu təmin etmişsinizsə, ağacda bütün işlərin hamısı full olacaq, heç bir problemlə yaşamayacaqsınız il boyu. Yəni o şəkildə bitki tam qidalana biləcək, məhsuldarlığı da qaydasında olacaq, hər bir xəstəlikləri də qaydasında olacaq, heç bir xəstəliyə də yoluxmayacaq. Bitkinin xəstəliyə yoluxmaq səbəbi, hər bir canlının xəstəliyə yoluxmaq səbəbi onun konkret olaraq düzgün, sağlam enerji əldə etməməsindən qaynaqlanır. Düzgün enerji dediyimizdə yediyimiz qidadır. Yəni hər bir qidamızın müəyyən bir kilokalorisi var. Əgər biz düzgün bir şəkildə həmin o kilokalorini əldə edə bilmirsə orqanizmimiz, müəyyən bir xəstəliyə yoluxmamaq ehtimalı da yoxdur. Bu qədər.